Nəhayət ki, danışmaq növbəsi mənə də gəldi. Bir neçə gündür sosial şəbəkələrdə haqqımda yazılan təhqirlərə cavab vermək istəyirəm. Bəri başdan qeyd edeyim. Burada bir sıra 18+ videolarda göstərəcəm və xanımları, qadınları bu yayımda, bu videoda görmək istəmirəm. Və kim şərh yazmaq istəsə belə bu videonu axıra qədər dinləsin, ondan sonra şərh yazsın. Deməli, oktyabr ayının 10-unda Şəmkir postunda şəhid atası və polislər arasındakı o insident anlaşılmazlıqla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti video yayır və mən də hər kəs kimi həmin videonu paylaşıram. Və videonun axırında bir qeyd olaraq qeyd edirəm, deyirəm, yenə də həmin fikirdəyəm ki, bu kimi məsələlər şəhid ailələri öz aralarında həll eləməlidirlər ki, bu adın sayğanlığına, müqəddəsliyinə xələl gəlməsin. Və bundan sonra həmin videoda adı çəkilən, deməli, şəhid Pərvinin atası Vüqar kişi mənim barəmdə bir video çəkir, tənqiddir. Bir qram da zərrə qədər təhqir yoxdur və düşünürəm ki, o da onun söz haqqıdır, deməlidir. Və üstündən bir gün keçir, baxıram, görürəm ki, ekranlarınızda gördüyünüz bu şəxs, deməli, Mehman adlı şəxs, o da şəhid atasıdır, mənim barəmdə video çəkib və təhqiramiz ifadələr, şərəfsiz və s. belə ifadələr işlədib. Və düşünürəm ki, ümumiyyətlə cavab verməyim, hər halda sakitləşəcəklər. Və nəhayətdə baxıram ki, bu videonun altında şərh yazanlar da var. Şərh yazanlar sizə ən axırda çox qəşəng sözlərim olacaq. Elə indidən də deyə bilərəm, amma yəni qaçmayın. Elə axırda deyəcəm, kimlərsiniz sizlər. Və deməli, sonra müəyyən şəkillərin belə eybəcər formalara salınır və s. və ilaxır. Ardınca yenə mənə ekranlarınızda gördüyünüz deməli, Mehman adlı şəxs belə həqarət dolu bir səs yazısı atır. Və bu arada qeyd edeyim ki, Mehman deməli, İctimai Nəzarət adında bir təşkilat var, sədri də Şahvələddir. O Şahvələdin yaxın adamlarından sayılır, o təşkilatın üzvüdür. Ekranlarınızda fotosunu görürsünüz, sol tərəfdə Şahvələddir, ortadakı o qısa ətəkli xanımı tanımıram, bu birisi isə Mehmandır. Və mən bu Mehman adlı şəxsi yığıram ki, siz mənə etmədiyim təhqirə görə, şəhid atasına görə deməli, təhqiramiz ifadələr işlətmişsiniz. Münasibətiniz necədir? Öncə sizə Şahvələdin bir şəhid atasını təhqir elədiyinin, bir yox, hətta 2, o digər faktlar da var məndə, ehtiyac olsa, aidiyyatlı qurumlar istəsə təqdim eləyəcəm. Elədiyi təhqirlərin görüntülərini təqdim eləyirəm. Bir baxın, üzr istəyirəm bəri başdan hər kəsdən buradakı ifadələrə görə. Olmayan qıçanı 2 ayın ağzına sokmasam ben kişi dövürəm. Seni kimi gör. Anasından haber olmayan, ölüsünden haber olmayan bir adam varsa sensen. Bu şəxs, bir daha qeyd edirəm, şəhid atasını söyür, ölüsündən xəbəri olmayan deyir və s. və ilaxır. Və mən hesab edirəm, bu material mənə göndərilir və mən yığıram məni günlərdir təhqir eləyən Mehman adlı şəxsə. Vüqar kişi ilə mənim işim yoxdur, nə barədə işim yoxdur. Ona görə ki, bu adam məni təhqir eləməyib. Yəni, fikrim deyib və mən də izah eləmişəm ki, bu mənim, belə deyək, təxəyyülümün məhsulu deyil. Yəni, rəsmi məlumat da hamı kimi yaymışam və mən zəng eləyirəm həmin bu Mehman adlı şəxsə ki, siz də şəhid atasısınız və bir şəhid atasına görə məni təhqir eləmişsiniz. Başqa bir şəhid atasının sizin təmsil olunduğunuz təşkilatın sədri söyür. Buna münasibətiniz nə olardı və dinləyək görək nə deyir? Bu kişiyə, bu şəhid atasını təhqir edən bu Şahvələdə şərəfsiz deyirsiniz, yoxsa yox? Mənə çünki şərəfsiz demişdiniz. Əgər şəhid atasa o sözü Şahvələtin öldürürsə, mən ona sözünü deyəcəm. Yox, sözünü deyəcəm deyil. Bu kişiyə, bu şəhid atasının sözünə görə, bunu bütün ölkəmidir. Yəni, siz məndən yaxşı bilirsiniz. Gəlin, dürüst olaq da, dürüst. Bax, neçə gündür təhqir edirsiniz, mən belə deyək, dinlənmərəm. Görsünüz. Bir dəqiqə, xahiş edirəm, bir dəqiqə. Bax, ədalətli danışırıqsa, mənim üçün heç bir fərqi yoxdur. Bu dəqiqə, haradasız ora gələ bilərəm, yəni oturub danışa bilərik. Amma, bir daha sizə deyirəm, yadınızda saxlayın. Baxın, indi növbəti hissəni dinlədirəm sizə. Bir paylaşım elə. Adam yəni, belə deyək, başqa biri yanında dayandığı adam şəhid atasını söyüb. Mən təhqir eləməmişəm, yəni qətiyyən bu ola da bilməz. Amma ona deyil sözümü deyəcəm, baxın.
Və indi dinləyək. Məsələn, saçlı durduranda, heç olmasa mən sənin bax bu dediyindən onu uyuşdurup belə deyək, elə cəmaata göstərməyim ki, bana şərəfsiz deyil, təşkilatın sədrindən deyə bilmir. Ona görə saçlı durduranda və mən Vüqar kişi ilə keçən səfərdə söhbətimizdə elədik. Və əsas məsələ. Sözün desin də, adam öz sözün desin. Bajoğlu qardaşoğlu olduq. Və buradan çıxan nəticə, biz bu şəhid valideynlərlə məsələmizi çözdük. Yəni çözdük deyərkən onlar da anladılar. Onlar deyərkən bu şəxsdən gedir söhbət. Yenə də deyirəm, Vüqar kişinin mənə qarşı bir yanlış olmamışdı. Yəni nə təhqir, nə bir şey. Sadəcə yanlış anlamışdı, paylaşdığım videonu və s. Bu heç. Və buradan kimlərə səslənirəm? O mənim haqqımda paylaşılan videoların altında şərhlər yazan, namusundan, qeyrətindən bixəbər şəxslər sizə səslənirəm. Əgər hansısa sözünüz varsa, mən buradayım, Bakı şəhərindəyim, müraciət edə bilərsiniz və bir daha qeyd edirəm. Mənim həmin videoda paylaşdığım rəsmi məlumat idi, açıqlamaydı, heç bir təhqirə yol verməmişdim. Ancaq bir şəhid atası digər şəhid atasının yanında təhqir eləyirlər, ona susur. Başqa bir şəhid atasına sadəcə 2 cümlə demişəm ki, bunu öz aranızda həll eləyin. Ona görə mənə şərəfsiz deyir. İndi özünüz nəticə çıxardın ki, burada kim, hansı mövqenin, hansı statusun sahibidir və ən sonda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Həm Mehman kişinin oğlu deməli Asəfə, həm Vüqar kişinin oğlu Pərvinə. Amma heç vaxt statusunuzdan, səlahiyyətinizdən, yaşınızdan, başınızdan, xüsusən də bax təhqir eləyənlərə deyirəm, istifadə eləməyin, belə şeylər eləməyin, bu yol verilməzdir. Şəhid adı müqəddəsdir. Şəhid müqəddəs, uca, heç vaxt bizim ucala bilməyəcəyimiz bir zirvədir və bu zirvəni bir daha qeyd edirəm, həmişə müqəddəs saxlayın. Və o şəhid atasının da müqəddəs olması onun davranışları ilə bağlıdır həm də. Məsələn, bizim uşaq evində böyümüş şəhidlərimiz də olub, düzdürmü? Yəni onların atası müqəddəsdirmi? Deyil. Çünki bu uşaq evində böyüyüb də, yəni ata ona, ata ora atıb, o vəfat eləmişlərdən danışmıram təbii ki. Ona görə də şəhid valideyninin müqəddəs olmağı həm də onun davranışlarından asılıdır. Və bütün özünə sayğı duyan, öz nətər deyirlər, o statusunu qoruyan, özünə hörmət eləyən və nətər deyirlər, daşıdığı o imtiyazın, statusun fərqində olan bütün şəhid valideynlərinə buradan salamlarımı deyirəm. Allah sizi qorusun, Allah sizi var eləsin və çalışın, o belə deyək, lazımlı, lazımsız, ədalətsiz olanlara deyirəm. Ədalətsiz olmayın. Statusunuz, səlahiyyətiniz, imtiyazınız nə olur olsun, sonuçta biz bir bayrağın altında yaşayırıq və bir də bir məsələni deyim, bu videolarda nə bilim qalxın ayağa, şəhid ailələri qalxın ayağa filan, nə bilim nə, yəni dövlət əleyhinə belə çağırışlar eləməyin, polis əleyhinə, digər qurumların əleyhinə tənqid ola bilər. Tənqid hər zaman belə deyək, istənilən cəmiyyətin nətər deyərlər, inkişafı üçün labüddür. Ancaq belə çağırışlar heç vaxt sizə yaxşı bir sonuc vəd eləmir. Təşəkkür edirəm və bir daha məni o videoların altında, o videolar artıq silinib, o videoların altında təhqir edən şəxslər sizin nə ətrafınızdan, nə evinizdən, nə eşiyinizdən, nə şəxsiyyətinizdən xəbəriniz yoxdur. Bu qədər. Allah sizi qorusun. Mənə görə narahat olan hər kəsə də minnətdarlığımı bildirirəm. Var olun.